Deyim, mən sənə informasiya verirəm. Bax, niyə? Çünki desə ki, mən sənə narrativ məna verirəm, semantik yük daşıyır mənim deməyim, sən daha dayanacaqsan, bəlkə səhv deyir, bəlkə mən anladım. O deyir, mənə informasiya verir. Mən bir tərəf filan, bax görürsün yazırlar, bir tərəflik belə, elə dürüstlük, nə? Bu hiylədir, özü manipulyasiyadır. Narrativlər gəlir bu cəmiyyətdə, sən danışırsan tökü minbərdə, sən danışırsan mediada, sən danışırsan bəsər. Qarşı tərəfin zehnində bir qaliblər yaranır. Bu qaliblər həmin paradigmalardır. Paradigmalar ona eynək verir, ona baxış verir. O dünyaya nə cür baxır? Bir paradigmaları var. Bu paradigmalar, məsələn, o başa düşür ki, bax, zülm pis şeydir, ümumi bu anlayışları, amma bulanıq onu qəbul edir. Yavaş-yavaş onda dünya görüş formalaşır. Bu dünyaya bu baxışla baxır. Baxır, məsələn, Allah var, ölümdən sonra həyat var, öləndən sonra mən Allaha cavab verməliyəm. Mən deyirəm, bu boz kütlə üçündür. Əgər biz gəlsə ideoloji kütləyə, bunlar dəyir bir-birinə. Bu dünya görüş nədir? Yəni, bax, dünya belədir. Ola bilsin, o cür deyil. Mən sənə narrativlər vasitəsilə paradigmalar yaratmışam, sən dünyanı bu cür görürsən. Mən deyəndə söhbət məndən getmir, düşmən. Televiziya vasitəsilə səndə bir narrativlər verib, bilsən, Babək kimidir, İslama qarşı mübarizə aparırdı, bu narrativdir. Səndə bir paradigmalar yaranır ki, ərəb zülmünə qarşı mübarizə aparmaq lazımdır filan və dünya görüş verir. Dünya görüş nədir? Biz bir millət filan, belə, elə. Bu tədricən bu dünya görüş, yəni dünya bu belədir. Biz həmişə onlarla düşmən olmuşuq, farsla düşmən olmuşuq. Bunu sənə verir. Bu ideologiya yaradır. İdeologiya, yəni dünya belə olmalıdır. Mən deyirəm, bax, mən nə etməliyəm? Dur ki, ərəblərə zərbə vurmalıyam, filan şey eləməliyəm. Bu ideologiya yaradır. Dünya görüşdə, yenə bu boz kütlə üçündür. Əgər bura və bura gəlsən, bunlar bir-birinin yerində dəyişəcəklər. İdeologiya keçəcək, laf başa. Dünya belə olmalıdır, bu ideologiyadır. Bunların hamısında məhz ilk mərhələdə bir ideya var. Səndə bir düzəltilər yaranır, bir fikir yaranır. Sən o fikirlə narrativi ötürsən və sırf elə axır. Bu həqiqi müstəvi burada çəkdiyim kimidir. Bunların hansı birinə rabitədədir? Hamısı bir-birinə rabitədədir. Bu cəmiyyətin reallığıdır. Yəni, sənin ideologiyan narrativlərə təsir qoyur, narrativ dünya görüşünə təsir qoyur, dünya görüş paradigmaya təsir qoyur, paradigma ideyaya təsir qoyur. Bax, bir dənə mürəkkəb belə sahə alınır və diskurs bunun qəlbindən dartıb çıxarırsan. Olur diskurs.